Herkese selam dostlar, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Videoyu geçmeden ve kanalda destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Həmçinin dostlar Telegram kanalımıza gelebilirsiniz. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar, şəxsi analizlərimi, xəbərlər, şəxsi fikirlərimi paylaşıram. Həmçinin müzakirə qrupunda da bunları müzakirə edirik. Mən digər adminlərimi sizlərə məsləhətlər verə bilərik və birlikdə investisiyanı müzakirə edə bilərik. Hər birinizi gözləyirəm. Kanalımızın linki şərhlərdə olacaq. Gəlin videoya keçək dostlar. Bugünkü videoda sizlərlə bərabər bazar şərtləri daxilində necə davranmalıyıq? Bu haqda danışacağım. Nə mənada bazar şərtləri daxilində necə davranmalıyıq? Yəqin ki, bu bazarda yarım ildən biraz çox olan şəxslər bilir ki, bu bazarda bir artım varsa da bir düşüş də var və bəzən bu düşüşlər aylarla davam edir. Biz bu vəziyyətlərdə nə etməliyik? Biz bu cür vəziyyətdə özümüzü necə aparmalıyıq və bu cür vəziyyətlərdən necə qazanc götürməliyik, qazanc təmin etməliyik. Bundan danışacağım dostlar. Gördüyünüz kimi Nasdaq 100 indeksinin qrafikidir bu. Nasdaq 100 indeksinə 100 texnologiya şirkəti daxildir əsasən. Və bu son 5 ilin qrafikidir. Son 5-də 93% gəlir əldə edib. İndeks və bu indeksi alanlar həmçinin bu indeksin ETF-ini alanlar. Və təbii bu indeksin daxilində səhmlər də var. Onların da fərqli qazanc faizləri var. Bu öz yerində. Bizim mövzumuz budur ki, biz bu bazardan bu gördüyünüz düşüşlər var. Baxın, 22 mindən 17 minə olan bir düşüş, 25 min maksimumdan 23 minə olan bir düşüş və yaxud daha böyük düşüşləri göstərmək istəyirəm və yaxud burada gördüyünüz kimi 2021-ci il zirvədən 16 mindən 10 minə olan düşüş. Yəni bu kimi böyük düşüşlərdən necə bir fayda təmin etməliyik özümüz üçün? İlk öncə dostlar bunu deyim ki, bazarda əsasən, yəni səhmlər alarkən maksimum artan, yəni bir güncəl ildə tutaq ki, var səhmlər 200, 300%, 400% artım edir. Bu kimi səhmləri almaq, ilk öncə bu kimi səhmləri almaqdan qaçmaq lazımdır. Əgər ki, davamı üçün fundamental bir səbəb yoxdursa, yəni gəlir artımı yoxdursa, maliyyə hesabatı yoxdursa, müəyyən bir xoş xəbər gözlənilmirsə, bu ilk öncə bu kimi şeylərdən qaçmalıdır. İkinci olaraq dostlar, bazar düşüş vəziyyətində tutaq ki 10 fevraldayıq və bazar artıq düşməyə başlayıb. Biz və gördüyünüz kimi 31 marta qədər, yəni təxmini olaraq bir aydan qısa müddətə qədər düşüş davam edir. Bu cür vəziyyətdə nə etməliyik dostlar? Bu cür vəziyyətdə təbii olaraq biz alış nöqtələri seçməliyik və bu alış nöqtələrindən davamlı olaraq səhmlərdən alış etməliyik. Bəli. Niyə alış etməliyik dostlar? Sizə bunu nümunə olaraq da verim. Və siz baxın ki, biz bu düşüşlərdən necə fayda götürürük? Məsələn, Ayran şirkət səhminə baxaq. Ayran şirkət səhmi bu düşüş, ümumi indeks düşüşünə aid olmadan başqa səhmlərdən fərqli olaraq 29 dollar düşüş yaşadı və bu düşüşdən də sonra, yəni bu təbii artımdan sonra gəldi bu düşüş. Gördüyünüz kimi zirvəyə oturdu, 63 dollar sonradan bir düşüş gəldi. Biz nə görürük? Biz görürük ki, avtomatik burada da bir alım nöqtəsi var, burada da bir düşüş dayanması var və sonradan artım tempi var. Və biz buradan nə nəticə çıxarmalıyıq ki, deməli buradan almaq olar. Tutaq ki, hə, buradan da başladı satıcılar satmağa, düşdü, düşdü, düşdü. Biz gəldik 26-da görürük ki, dayanma var, 15-də dayanma var. Amma dostlar bu belə olmur çox. Nə mənada belə olmur? Yəni məsələn Iron kimi davamlı gəlir artımı təmin edən, maliyyə hesabatları müsbət olan texnologiya şirkətlərində və səhmi də elə yüksək olmayan şirkət səhmlərində bu qədər davamlı düşüş olmur yəni. Yəni əgər böyük bir pis xəbər yoxdursa və yaxud ümumi dünya iqtisadiyyatında makro vəziyyət o qədər də pis deyilsə təbii olaraq və biz buradan alış edirik və görürük ki, hə bunun RSI minimumdadır, bunun alış nöqtəsindədir. Belə biz bunu səhmlər üzərində ayrı-ayrılıqda da edə bilərik və yaxud Nasdaqda da edə bilərik. Dediyim kimi, baxın, güncəl ildə bir deməli sizlərə belə göstərim. 25 mindən 23 minə qədər, 22 mindən 17 minə qədər, yəni bir çox fürsət olub güncəl ildə. Bir çox fürsət olub güncəl ildə və bu düşüşlərdən dediyim kimi artıq bu düşüşlərin bitməsi necə görsənir? Bunu sizlərə izah edim əsasən. Bu düşüşlərin bitməsi əsasən o vaxt görsənir ki, dostlar, gördüyünüz kimi biz qrafikdə baxaq buna. Məsəl üçün bu 26 mindən 23 minə düşüşü sizlərə göstərir. Bu necə bitdiyini bildik. Məsəl üçün birinci bu nöqtəyə gəldi dayandı. Bu nöqtə nədir? Bu nöqtə görürük ki, bir dəqiqə böyüdək bunu.
bu nöqtə görürük ki, burada bir düşüş alıcı nöqtəsi yaranır və düşüş dayanıb burada yenidən bir zirvə edir və bu yenidən bu nöqtələrə gəldi. Gördüyünüz ki, bu nöqtələrlə paralel olan nöqtələrə gəldi və burada da bir dayanma oldu, yenidən bir alış yarandı. Lakin burada da bir satış var deyə bu trendə tutuna bilməyib yenidən düşüş, yenidən artım, yenidən düşüş, yenidən artım. Gördüyünüz kimi bu xəttdən yuxarı qalxa bilmədi bu qrafik, bu deməli yerdə və nəticədə satışların artımı ilə daha da aşağılara bu nöqtəyə gəldi. Gördüyünüz kimi burada bir alış dayanağı var. Burada bir necə desə, qrafik dilindədirsə, dostlar, bu dəstək xətti adlanır. Yəni alıcı dəstək xətti adlanır. Gördüyünüz kimi burada alıcı dəstək xətti var, burada var, burada var və bu alıcı dəstək xətti burada da özünü göstərdi və bu alıcı dəstək xətti RSI-ın minimumu ilə də özünü minimum nöqtəsi ilə də minimum qiyməti ilə də özünü göstərdi və nəticədə düşən trendi qırmaq üçün geri dönüş etdi və bu trend qırılımı ilə də hal-hazırdakı qiymətlərdə bu trend davam edir. Lakin necə davam edir? Gördüyünüz kimi bu yüksəliş, yəni o qədər də böyük yüksəliş deyil. Məsəl üçün belə deyim, buradakı yüksəliş nə qədərdir? 16.000-dən 25.000-ə qədərdir. Yəni hətta 26.000, bunu 10.000 götürək. Buradakı yüksəliş nə qədərdir? 23.000-dən 30.000, 31.000 nöqtəsinə qədər. Yəni bu hardasa 7.000-lik bir yüksəlişdir. Yəni burada hardasa bir 33.000-ə doğru bir yüksəliş gözləyə bilərik. Bu nöqtələrə qədər yüksəliş gözləyə bilərik. Niyə gözləyə bilərik? Buradakının davamı olaraq. Yəni bu mənim şəxsi analizlərimə görədir və ona görə də bu trendin düşüşləri və artımlarını, daha doğrusu düşüşlərindən bu kimi istifadə edə bilərik ki, bu trendin düşüşündən ən çox zərbə alan uğurlu səhmlərə yatırım edə bilərik və nəticədə artımda da ən çox zərbə alan səhmlər ən çox artım edən səhmlər olurlar. Məsələn, Marvelu gördük, ARM-ni gördük, yəni özlərini çox fərqli göstərdilər həqiqətən də. Yəni ona görə də nəticə itibarilə biz bu artımlardan və düşüşlərdən hər ikisindən maksimum şəkildə bazarda istifadə edə bilərik. Əgər ki, bundan istifadə etmək üçün təbii olaraq qıraqda bir maliyyə kapital olmalıdır. Yox, bu yoxdursa deyiriksə, bazarda yaxşı səhmlərin içində ən rəzil vəziyyətində, ən pis vəziyyətində olan səhmləri seçirik və ona investisiya edirik. Bu qədər dostlar. Təbii dediklərimiz bir yatırım tövsiyəsi deyil, şəxsi analiz və təcrübələrin əsasında formalaşan fikirlərdir. Lakin nəticə etibarilə əgər siz kanalı dinləyirsinizsə, izləyirsinizsə, dinlədiklərinizin və vaxtınızın boşa getməməsi üçün bu dediklərimə diqqət etməli olmalısınız yəni. Yəni vaxtınız gedir axı. Belə, bugünkü video bu qədərdir dostlar. Ümid edirəm nəsə sizə izah edə bildim. Yəni başqa səhmlərdən də misal göstərə bilərdim, amma həqiqətən də bu trend düşüşlərindən bir çox yaxşı səhm böyük satışlar edib və bu geri dönüşdə də çox yüksək miqdarlarda onu geri qaytara bilirlər və çox yüksək miqdarlarda da qazanc edə bilirlər. Bugünkü video bu qədər. Ümid edirəm maraqlı oldu. Kanala bəyənirsiniz, abunə ola bilərsiniz. Videomu bəyənsə like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.